Ləktin Mamırlı şəlaləsinə gedirik. Dedik əskərdən yeni gəlmiş TikToker Rəşidi də götürək. Dedi. Görəsən necə olur? Dedik oyna Rəşid. Ne lazımdır? Alsa göy xalq. Tək olanda oynayır, cəmaət görəndə artistlik edir. Şəlaləyə çatırıq və buranın qoruyucu mələyi Roma çıxır. İtaliyanın paytaxtı Roma yox ha. Rövşən kişi. Fransaya salam göndər dedim. Fransalılar da bu. Dedi. Nəysə Fransaya salam göndər dedim. Goodbye. Fransa. Ardınca Kanalizasyon olubdu, bilirsiniz mi ne var? O 3-cü, 5-ci əsrlərdə o üstə. o vaxt kanalizasiya olub. İndi internet yoxdur amma. Sonra deyir. Mənə söyüş söyəndə, onda o ağzını yumruqla dağıdırır. Roma deyil, elə bil Həbib Nurməhəmmədov. Bu arada Rəşid şəlalədə oynayır. Bir də TikTokda necə məşhurlaşdığını danışır. Roma şeirdir. Və nələr. Hamısı burada bitmir. Full dəlixana 13 dəqiqəlik vloqdadır. Baxmasanız çox şey qaçıracaqsınız.